Real Madrid yeni baş məşqçinin təyin olunmasının astanasındadır. Xabi Alonsonun klubun yeni çalışdırıcısının olmasına sayılı günlər qalıb. Və bu dövrdə istər-istəməz müəyyən suallar yaranır. Real Madrid hansı futbolçularla vidalaşacaq, hansı mövqelərə yeni transferlər edəcək? Bununla bağlı istərəm ki, sizlər şərh bölməsində öz fikirlərinizi, öz təxminlərinizi bölüşəsiniz. Trent Alexander-Arnold'un Real Madrid'e gələcəyi artıq dəqiqdir. O müdafiənin sağ cinahında Dani Carvajal-la rəqabətdə olacaq və ümumilikdə Xabi Alonsonun nəzarəti altında Real Madrid'in 3-4-3 taktiki skemindən istifadə edəcəyi bildirilir. Bununla bağlı sizlərin fikirlərinizi oxumaq yenə də mənə maraqlı olardı. Bu taktiki düzülüş, mən inanmıram ki, Real Madrid tarixində istifadə olunub. Hər halda son 15 il, 20 il ərzində mən belə bir şey görməmişəm, xatırlamıram. Amma yenə də maraqlı olardı. Ən azı ona görə ki, indi istifadə olunan 4-3-3 taktiki düzülüşü düzdür, bizə bir xeyli mükafatlar qazandırıb, amma biz bu mövsüm gördük ki, Real artıq bu taktiki düzülüşlə fayda əldə edə bilmir. Ümid edirəm ki, yeni baş məşqçinin gəlişindən sonra klubda oyun üslubunda biz çox ciddi dəyişikliklərin şahidi olacağıq və daha əvvəlki videoda dediyim kimi Real Madrid'in oyununa baxanda futboldan iyrənməyəcəyik. Əksinə futbola baxıb zövq alacağıq və yeni gənc azarkeşlər bu klubun, bu emblemin azarkeşinə çevriləcəklər. Siz necə hesab edirsiniz? Real Madrid hansı mövqeləri gücləndirməlidir, hansı futbolçularla isə yolları ayırmaq lazımdır?